Mən Sultan bu rəvayətimi qardaşları İlyas və Eldənizin adından və anasının adından vətən uğrunda şəhid olan Elmaz qardaşın əziz xatirəsinə həsr edirəm. Allah rəhmət eləsin. Amin. Qulaq asın ey cəmaət, yazıram bir rəvayət. Bu cüzlə igidimizdən, yenilməz şəhidimizdən. Eyləyirəm söhbəti, mənə eləyin diqqəti. Bütün igidlərimizə Allah rəhmət eyləsin. Qoy özü şəhidlərimizə damarında qan verə, vətən üçün can verə. Bizim şəhid Elmazın danışıram həyatından, qəmli əhvalatından. Qulaq asın bu söhbətə, başlayım rəvayətə. Şamaxı çaylı ünvanı olub o kənddə artsanı, böyüyüb addım atıb o kənddə boya başa çatıb. 2020-ci ildə dildə vətən deyə yollanıbdı hərbiyə. Görüşüb öz anasıyla, həm işi balasıyla. O gün düşübdür yola, baxmadı kim ölə qala. Dildə vətən deyə yollanıb müharibəyə. Ağız görüşlərində, Laçın döyüşlərində yenilməyən igid olub, canım verib şəhid olub. Yazıq qalıb da halda, nə eşidən ehtiralda. O günü əlsiz ətəksiz, nə işi qalıb köməksiz. Hamı diqqət eyləsin, gərək rəhmət eyləsin. O cür igidlərimizə, bizim şəhidlərimizə. Dərdidir yuxuda bölüb, anası bir yuxu görüb. Elmaz əlində çanta, bir ağacında atda durub söhbət eləyib. O cür diqqət eləyib, baxıb yazıq anasına, ürəyinin parasına. Deyib mən igid olsam, ayana mən şəhid olsam, dərdə könül bağlama, o gün məni ağlama. Vətən olur bölünməz, şəhidləri olur ölməz. Yandırıb ürək yaxıb, o gün yıxısı çın çıxıb. Alım Elmazdan xəbər, gedib nəşin gətirdi, yazıq ömrün bitirdi. İlyas ilə Eldəniz qurutmuş göz yaşı, gözdən axır yaş deyir, onlar ilə qardaş deyir. Fəryad edir küləklər, ah eləyir mələklər. Gözünün ağı qarası, yağmur Elmar balası. Dərdə körür bağlayır, ata deyərək ağlayır. Məzarını yad edir, atalarını şad edir. Gedir məzarı üstə, olur başqa həvəstə. Fələk körpə balaların, alıb əlindən ataların. Saralıbdı, solubdu, axıb qəlbə dolubdu. Əlində bayrağında, gedib düşman qabağına, deməyin səhv eyli.